bitirmədən digər iştirakçımızı sizin diqqətinizə çatdıraq. Növbəti iştirakçımız Qədimov Turan Elmin oğlu Dağlardan Aşdım xalq mahnısını ifa edəcək. Bakı şəhəri Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin şagirdidir. Müəllimi Səlim Nəsirlidir. İştirakçımızın 9 yaşı var, əslən Şamaxı rayonundandır. Eyni zamanda Turan Uşaq Dövlət Filarmoniyasının solistidir. Bədii rəhbəri Gönçə Mehdiyeva, müəllimi isə Elbruz Niftəliyevdir. Buyurun Turan, sənin ifanı dinləyək.
Təşəkkür edirik. Qədimov Turan Elmin oğlu Dağlardan Aşdım xalq mahnısını ifa Və etdi. budur. Budur bizim dəyərli sənətkarlarımız öz ballarını artıq Sağ verdilər. olsun Nuriye xanımla Nuriye yəqin xanım da işimiz 10 bal eyni. qiymətləndir. Bir sözümü də Aha, deyim. Mən buyurun, öz sözümü buyurun. deyim. Qısa Sağ olaraq. olsun onun müəllimi və Səlim Nəsirli həm də çox gözəl müasir gənc şairlərimizdən biridir. Mən onu efir vasitəsilə salamlayıram. Onun qəzəllərini biz oxuyuruq, tələbələrimizə aşılayırıq, həm də gözəl təsnifləri var. Bəli. Buyurun. Buyurun. Nuriye. Efendim, kısa Fikrim olarak odur size. ki, bax bu dağlardan açdım, düzə qoymadılar. Təsnif özü o qədər həm qəliz, həm gözəl, həm axıcı, həm belə ürəyə yatan, sanki bir muğam dəstgahı oxuyursan. Bəli. Belə bir təsnifdir. Mən belə bir deyərdim ki, təsnif oxuyub sadəcə içində balaca Şahnazı sadəcə belə bir balaca oxumaq, çünki uşaq yorulur. Əvvəl Şahnaz o, hə, mən elə gəlir ki, çünki muğam mahnını ört-basdır eləyir, yox eləyir. Nuriye xanım neçə balla qiymətləndirəcəksiniz? Elə 10 balla. Təşəkkürümüzü bildiririk. Dəyərli fikirlərinizə görə, tövsiyələrinizə görə minnətdarıq. Çox sağ olun və ümumi olaraq 40 balla biz balamızı yola salırıq.